Bakı şəhərinin baş planına uyğun olaraq paytaxtın Yasamal rayon ərazisində Azərbaycan prospekti, Tolstoy küçəsi, Əlibəy Hüseynzadə küçəsi və Nərman Nərmanov prospektinin yaxınlığında, eyni zamanda Nərman Nərmanovun abidəsindən Hüseyn Cavid bağına kimi uzanan ərazidə yerləşən evlərin sökülməsinə başlanılır. Yasamal rayon icra hakimiyyəti başçısının müavini Səməd İslamov deyir ki, sözü gedən ərazi böyük olduğundan söküntü işləri 6 mərhələdə həyata keçiriləcək. Milli Dram Teatrının arxasından bu tərəf deməli Tolstoy küçəsi, bu tərəfdə Əlibəy Hüseynzadə. Yəni bu mərhələlər üzrə bölünüb. İlk növbədə Milli Dram Teatrından düz Nərmanov prospektinə qədər bu ərazinin köçürülməsi nəzərdə tutulur və sonradan 3-cü mərhələ, yəni sağ tərəfdən və 4-cü mərhələ Təzəpirə qədər. 5-ci, 6-cı mərhələ. Bu 6-cı mərhələ Əlibəy Hüseynzadə küçəsi Nizami metrosunun sağındakı küçədir. Söküntünün ilkin mərhələsi Akademik Milli Dram Teatrının arxa hissəsindən başlayaraq birbaşa Cavid Parkına kimi uzanacaq. Həmin ərazidən isə Qış bulvarına dayandığımız bu əraziyə kimi olan hissə isə tamamilə abad bir parka çevriləcək. Söküləcək ərazidə ayrı-ayrılıqda yalnız istirahət parkları və sosial obyektlərin tikiləcəyini deyən Səməd İslamov onda bildirdi ki, yeni layihəyə əsasən ərazidə hər hansı yaşayış binasının tikintisi nəzərdə tutulmur. Söküntü və yeni layihələndirmə işləri rayon icra hakimiyyəti, Maliyyə Nazirliyi, Azəriyolservis Açıq Tipli Səhmdar Cəmiyyətinin nəzdində olan Azərekspert təşkilatı ilə birgə aparılır. Sözü gedən qurumlarla bağlanan müqaviləyə əsasən ilkin mərhələdə ümumilikdə 10.000 evin sökülməsi nəzərdə tutulur ki, hazırda 1100-dən artıq ünvanın layihələndirilməsi və qiymətləndirilməsi həyata keçirilib. Deməli, vətəndaşın istifadəsində olan biz əgər görürüksə, həqiqətən bunu qonşular təsdiq edir. Biz görürük ki, uzun illər onlar bizə arayışlar təqdim edirlər ki, həmin sahənin bütün icarə haqlarını veriblər, kommunal xidmət haqlarını veriblər. Bütün onlar hamısı nəzərə alınır və bütün tikililər mənzilin daxilində olan deməli, köməkçi sahələr, əsas sahələr 1500 manatdan bugün bazarın ən yüksək qiymətidir, 1500 manatdan qiymətləndirilir. Hətta yenə də deyirəm ki, həyətdə olur ki, o pləkan qəfəsizliyi, deməli, yardımcı onların ambarlarıdır. Onlar aydın məsələdir ki, digər bir qiymətlə, ancaq yenə də biz nəzərə alıb onların kompensasiya ödənilməsini təmin edirik. Artıq qarşılıqlı razılaşma əsasında müvafiq vəsaitin 45 ailənin bank hesabına köçürüldüyünü deyən Səməd İslamov onda bildirdi ki, yaxın 2 ay müddətində söküntü işlərinə başlanılacaq. Köçürülən ailələrə ayda 500 manat olmaqla 2 aylıq kirayə pulu ödənilir. Respublikanın əməkdar memarı Feyzullah Quliyev isə hesab edir ki, yeni baş plana uyğun olaraq söküntü işləri aparılan ərazilərdə tarixi memarlıq abidələrinin saxlanılması vacib şərtlərdən biridir. O tarixi abidələrin heç birinə toxunulmayıb və heç kəsin də toxunulması ixtiyarı yoxdur. Bu bizim tariximizdir. Biz ona necə toxuna bilərik? Biz onların əksinə olaraq, onların hamısının ətrafını açırıq. Onlardan hətta gələcək üçün əgər bərpa işi lazımsa, bərpası olunur və yenidən qurma hissəsi varsa, yenidən qurulmalıdır. Bütün o əvvəlki öz vəziyyətinə qaytarılmalı, saxlanılmalı. Ola bilər bəziləri, artıq bu xaricdə, Avropada bu tendensiya var. Bəziləri muzey kimi, bəziləri ola bilər ki, hətta otel kimi istifadə oluna bilər. Yeni layihənin tərkib hissələrindən biri də məhz söküntü aparılan ərazilərdə yerləşən tarixi memarlıq abidələrinin hansı səviyyədə qorunub saxlanılmasıdır. Qarşısında dayandığımız Təzəpir məscidinin bax bu ərazisində də böyük bir park salınaraq burada tamamilə abadlıq işləri aparılacaq və məscid birbaşa parkın ortasında qalacaq. Qeyd edək ki, təxminən 50 hektar ərazini əhatə edəcək söküntü işləri zamanı bir sıra yeni tikilən hündürmərtəbəli binaların da sökülməsi gözlənilir. İlkin olaraq Hüseyn Cavid bağından Nərmanov prospekti istiqamətində olan 16 mərtəbəli binanın tamamilə sökülməsi, yerində yeni yol salınması nəzərdə tutulur. İlahə Vəliyeva, Əjdər İbrahimov, Azər Nağıyev, APA TV.